Pişik həqiqətən də özünə lazım olandan 9 dəfə artıq enerji hasil eləyir. Və ona görə insan xəstə olanda və yaxud da hansısa bir zonada destruktiv zona olanda pişik gedir məhz orada oturur ki, o enerjidən canını qutarsın. Düşünün ki, 9 boşqab yemək yemisən və onu harasa xərcləməlisən. İtlərdə isə tam tərsidir. İtlər isə insanların, sahiblərinin enerjiləri ilə qidalandıqlarına görə, ona görə sadiqdirlər. Ona görə sahibləri dünyasını dəyişəndə bir çox hallarda itlər də ölürlər. Yəni o enerji bağlılığı baş verir. İkinci məsələ hörümçəklərə gələk. Hörümçəklər harda tor qururlar? Orada milçəklər gələcək. Ya güldə qururlar ki, ora kəpənək gələcək. Ya da ki, pis iyi gələn, destruktiv zona olan yerdə tor qururlar. Yəni fizikası budur. Hətta böyük hörümçəklərlə insanları müalicə edirlər. Yəni atırlar bir otağın içinə, adam uzanır yerə, hörümçəklər gəlir onun üzərində torlar qururlar. O yerdə qururlar ki, orada xəstəlik var. Orada iyi gəlir. O xəstəliyin destruktiv iyi gəlir. Neresi çıkıyor?